artroz və artrit. Bunların köklü fərqi nədir? Artroz və artritlərin fərqini qısaca təsvir edəsi olsaq, artrozları belə adlandırmalıyıq ki, qeyri-iltihablı oynaq səthinin və vurğulayıram oynaq səthinin aşınması ilə gedən destruktiv bir dəyişiklikdir. Artrit isə ümumi bədənin iltihablı bir immun xəstəliklə əlaqəli olub, oynağın bütün strukturlarını bürüyə bilən iltihablı bir prosesdir. Bunları qısaca belə təsvir etdikdən sonra, azacıq da olsa burada anlayışımız artır bu xəstəliklərin ciddi fərqinin olduğundan. Düz anlayırammı sizi? Biri iltihab proseslərindən irəli gəlir, biri isə yaşla əlaqəli olur. Bəli, yaşla əlaqəli olan artrozlar, biz bunları əslində osteoartritlər bir qrupasıdır. Qısaldılmış adını artrozlar adlandırırıq. Ancaq artrozlar yaşla əlaqəli olur desək də, bəzi qrup xəstəliklər var ki, bu xəstəliklərin fonunda artrozlar erkən yaşlarda da, yəni menopauza girməmiş bir periodda da xəstələri xəstələndirə bilirlər.